Qəlyan 20 ədəd siqaretə bərabərdir. Qəlyanın siqaretdən daha az zərərli olduğu barədə yayılan fikirlər doğru deyil. Bu haqda daxili xəstəliklər üzrə mütəxəssis doktor Əfsanə Bayramova STV xəbərə danışıb. Çox təəssüf ki, cəmiyyətdə çox yanlış bir düşüncə var. Qəlyan siqaretdən daha zərərsizdir kimi. Bəzən pasiyentlər də gələndə soruşuruq ki, siqaret çəkirsinizmi? Fəxrlə deyirlər ki, yox doktor, qəlyan istifadə edirəm. Amma elm sübut etmişdir ki, qəlyan istifadəsi siqaretdən daha zərərlidir. Çünki siqaretdə nikotin varsa, qəlyan tüstüsündə nikotinlə yanaşı kanserogen maddələr var. Və bu kanserogen maddələr ağızdakı tüpürcək vasitəsilə udularaq mədənin selikli qişasına daxil olur, eyni zamanda qida borusunun selikli qişasına da təmas edir. Bu da zamanla qida borusu və mədə xərçəngi yaranma riskini artırır, eyni zamanda ağciyər xərçəngi, dil-udulaq xərçəngi riskini artırır. Xüsusilə mədəsində Helicobacter pylori infeksiyası olanlarda qəlyana bağlı mədədə xərçəng yaranma riski dəfələrlə artır. Biz hər dəfə pasiyentlərə deyirik ki, bir seans qəlyanın istifadəsi 40 dəqiqə ərzində istifadə olunan qəlyan 100 siqaret paketinə bərabərdir. Bu səbəbdən də ağır nəticələri, kanser kimi fəsadları yaxın zamanda görülməsə də, zamanla illər ərzində mədənin selikli qişasının zədələnməsi nəticəsində qəlyana bağlı mədə xərçəngi riski dəfələrlə artır. İnsanlara bunu başa salmalıyıq və dönə-dönə bunun önəmini vurğulamalıyıq ki, qəlyanın istifadəsindən çəkinsinlər. Mütəxəssis vurğulayıb ki, qəlyanın zərərsiz olması barədə düşüncə mifdir və bu vərdiş sağlamlıq üçün ciddi təhlükə yaradır.